Hər kəsə salam dostlar, 17-ci dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə şahmatın ən təsirli hücum üsullarından biri olan şiş taktikası haqqında danışacağıq. Şiş taktikası eyni xətt üzərində duran, yəni eyni şaquli xətt, eyni üfüqi xətt və ya eyni diaqonal xətt üzərində duran iki fiqura hücum etdiyimiz zaman öndəki fiqurun qaçması ilə arxadakı daha az dəyərli fiqurun zərbə altında qalmasına deyilir. Və şiş taktikasını yalnız top, fil və vəzir fiqurları ilə həyata keçirmək mümkündür. İndi isə gəlin dərsi daha yaxşı başa düşməyiniz üçün nümunələr üzərindən izah edim. Deməli dostlar, bu nümunədə gediş ağlardadır və məqsədimiz ağ top ilə şiş taktikasından istifadə etməkdir. Gördüyünüz kimi biz F1 xanasındakı topumuzu D1 xanasına gəldiyimiz zaman eyni xətt üzərində duran iki fiqura hücum etmiş oluruq. Düşünün ki, top fiqurunun D şaquli xəttinə nəzarət etməsi bir şişdir və həmin xətt üzərində duran rəqib fiqurlar isə şişə taxılan yeməklər kimidir. Bu vəziyyətdə rəqib öz at fiqurunu hər hansı bir xanaya oynasa, biz növbəti gedişdə rəqibin fil fiqurunu vuraraq önə keçmiş olacağıq. Rəqib at fiqurunu yox, fil fiqurunu hər hansı bir xanaya oynasa, bu dəfə də biz rəqibin D5 xanasındakı atını vuraraq önə keçmiş olacağıq. İndi isə gəlin dərsimizə belə bir nümunə ilə davam eləyək. Bu nümunədə gediş qaralardadır və məqsədimiz F7 xanasındakı topla şiş taktikasından istifadə etməkdir. İndi isə siz videonu dayandırıb F7 xanasındakı topu hansı xanaya gələrək şiş taktikasından istifadə edə biləcəyimizi tapmağa çalışın. Ümid edirəm ki, hamınız düzgün cavabı tapa bilmisiniz. Bu nümunədə düzgün cavab F7 xanasındakı topu F4 xanasına gəlməkdir. Baxın, gördüyünüz kimi topumuzu F4 xanasına gəldiyimiz zaman eyni xətt üzərində duran iki fiqura hücum etmiş oluruq. Bu vəziyyətdə rəqib at fiqurunu hər hansı bir xanaya oynadığı zaman biz növbəti gedişdə rəqibin fil fiqurunu vuraraq önə keçmiş olacağıq. Rəqib at fiqurunu yox, fil fiqurunu hər hansı bir xanaya oynadıqda isə bu dəfə də biz rəqibin Y4 xanasındakı atını vuraraq yenidən önə keçmiş olacağıq. Deməli dostlar, indi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə gediş ağlardadır və məqsədimiz ağ fil ilə şiş taktikasından istifadə etməkdir. Gördüyünüz kimi biz Y2 xanasındakı filimizi C4 xanasına gəldiyimiz zaman eyni xətt üzərində yerləşən iki fiqura hücum etmiş oluruq. Biz tərifdə demişdik ki, şiş taktikası eyni xətt üzərində duran iki fiqura hücum etdiyimiz zaman öndəki fiqurun qaçması ilə arxadakı daha az dəyərli fiqurun zərbə altında qalmasına deyilir. Bildiyiniz kimi, şahmatın qaydalarına görə biz rəqibə şah verdiyimiz zaman rəqib mütləq öz şahını müdafiə etməlidir və burada rəqib öz şahını qaçaraq müdafiə eləyir. Belə olduğu halda biz də rəqibin G8 xanasındakı top fiqurunu vuraraq önə keçmiş oluruq. İndi isə gəlin belə bir nümunə ilə dərsimizə davam eləyək. Bu nümunədə gediş qaralardadır və məqsədimiz qara fil ilə şiş taktikasından istifadə etməkdir. İndi isə siz videonu dayandırıb C7 xanasındakı filimizi hansı xanaya gələrək şiş taktikasından istifadə edə biləcəyimizi tapmağa çalışın. Ümid edirəm ki, hamınız düzgün cavabı tapa bilmisiniz. Bu nümunədə düzgün cavab C7 xanasındakı fili Y5 xanasına gəlməkdir. Baxın, filimizi Y5 xanasına gəldiyimiz zaman eyni xətt üzərində duran iki fiqura hücum etmiş oluruq. Bu vəziyyətdə top fiquru fil fiqurundan daha dəyərli olduğu üçün rəqib öz top fiqurunu qorumağı seçir və deyək ki, topunu Y3 xanasına oynayır. Belə olduğu halda biz də rəqibin B2 xanasındakı filini vuraraq önə keçmiş oluruq. İndi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə gediş ağlardadır və məqsədimiz ağ vəzir ilə şiş taktikasından istifadə etməkdir. Biz vəzirimizi C4 xanasına gəldiyimiz zaman çəngəl taktikasından istifadə etmiş oluruq. Gördüyünüz kimi çəngəlimizin bir ucu şah fiquruna baxır, digər ucu isə top fiquruna baxır. Və bu vəziyyətdə rəqib öz şahını qorumaq üçün hər hansı bir xanaya qaçacaq və biz növbəti gedişdə rəqibin topunu vuraraq önə keçmiş olacağıq. Amma bizim məqsədimiz çəngəl taktikasından istifadə etmək yox, şiş taktikasından istifadə etməkdir. Buna görə də düzgün gediş vəzirimizi C6 xanasına oynamaqdır. Belə olduğu halda biz eyni xətt üzərində yerləşən iki fiqura hücum etmiş oluruq. Bu vəziyyətdə rəqib öz şahını deyək ki, hər hansı bir xanaya qaçacaq və biz də növbəti gedişdə rəqibin topunu vuraraq önə keçmiş olacağıq. İndi isə gəlin axırıncı nümunəmizə baxaq. Deyək ki, siz realda kimləsə şahmat oynayırsınız və belə bir bərabər vəziyyət yaranıb. Amma deyək ki, rəqibiniz böyük bir səhvlik edir və şahını Y4 xanasına oynayır. İndi isə siz videonu dayandırıb vəzirinizlə hansı xanaya getməli olduğunuzu tapmağa çalışın. Ümid edirəm ki, hamınız düzgün cavabı tapa bilmisiniz. Bu vəziyyətdə düzgün cavab vəziri H7 xanasına gəlməkdir. Gördüyünüz kimi vəzirimizi H7 xanasına gəldiyimiz zaman şiş taktikasından istifadə etmiş oluruq.
və rəqib öz şahını hər hansı bir xanaya oynadığı zaman biz rəqibin arxadakı müdafiəsiz vəzirini vuraraq önə keçmiş oluruq. Və əvvəlki dərslərdə də izah etdiyim kimi el qaydasından istifadə edərək rəqibimizi mat etməyə çalışırıq. Deməli dostlar, 17-ci dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.